Deyirlər ki, torpaq itirmişik. O torpaq necə bizim olub? Necə bizim olub? Bir izah edin, necə bizim olub? Ölən insanların arxasınca danışmaq istəmirəm. Amma deyək ki, bir neçə generalın nəzarəti altında olub ki, orada buğda əksinlər. Yəni fərz edək ki, elə bu olub. O necə bizim olub? Necə? Bir izah edin, necə bizim olub? Biz orada məktəb tikmişik, uşaq bağçası tikmişik, zavod tikmişik, orada yaşamışıq, yaşayış məskəni. O necə bizim olub? Bizim olmayıb, bizim olmayıb. Buyurun. Bunu Paşinyan deyir. Salam dostlar. Bir neçə gündür ki, TikTok və digər platformalarda qarşıma bir məktəb direktoru haqqında video çıxır, xəbərlər çıxır ki, başlığı da belə qoyurlar. Məktəb direktoru erməniyə sevgisini göstərdi, məktəb direktoru erməniyə rəğbətini göstərdi. Söhbətin də məğzi bilməyənlər üçün deyim ki, nədir? Məktəb direktoru, səhv eləmirəmsə, Paşinyanı ya vicdanlı mı, ya şərəfli mi, ən şərəfli, ya vicdanlı erməni adlandırıb. Düz deyir. Təqdim elədim video görüntünü sizə. 30-35 ili götürməyək. Artıq neçə əsrdir ki, biz ermənilərlə torpaq mövzusunda dalaşırıq. Düşmənçilik edir ermənilər bizlə ki, bizə məxsus torpaqları özlərinin olmağı dünyaya, yəni onlara məxsus olduğunu dünyaya bəyan edir. O xəbərləri başlıq edib paylaşanlardan fərqli olaraq, həmin məktəb direktoru yəqin ki, papağını günə yandırmayıb və tarixi yaxşı oxuyub. Eyni ilə Paşinyan da tarixi bilir və ədalətlə mübarizənin haqsız olduğunu dərk edib, bəzilərindən fərqli olaraq. Yəqin o məktəb direktoru çox gözəl bilir ki, tarixə əsasən, erkən orta əsrlərdə Azərbaycanda mövcud olmuş Albaniya dövlət ərazisində, hansı ki, onlar Arsaq adlandırırlar. Arsaq da Qarabağın qədim adlarından biridir ki, Alban vilayəti olub Qarabağ ərazisində mövcud olan, Qarabağ ərazisinə əhatə edən. Həmin müəllimə oxuyub ki, həmin o Arsaq vilayətində cəmi 3 erməni ailəsi yaşayıb ki, o da bizim feodalların əraziyə onların əkin-biçin işlərini aparmaq üçün gətirdiyi muzlu kəndlilər olub. Mən də bugün deyirəm ki, bəlkə də dünyada ən ədalətli erməni elə Paşinyanın özüdür. Çünki adam etiraf edir ki, Qarabağ torpağı bizim deyil. Biz illərlə başqa bir dövlətin haqqı olan Qarabağ üçün mübarizə aparmışıq. Buna görə də məktəb direktorunu qaralamağa dəyməz. Adam həqiqəti deyir. Ən ədalətli erməni elə Paşinyanın özüdür.